Elə bilirsiniz bir növ ləvəngi var? Xeyr, yay ləvəngisinin çəki balığında hazırlanması reseptini bir dəqiqəyə öyrənəcəksən. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. Resept Lənkəran mətbəxinə məxsusdur. Tam miqdarı aşağıda qeyd edəcəm. Bazarda üzümüzə gülən yağlı çəki balığı al, yəni sazan balığı. Orta sümüyündən çərt, amma ikiyə bölmə. İçdən quyruq tərəfinə çək. Alça turşusu, duz, istiot su, bunları yaxşı qarışdır. Hazır olmuş turşunu balığın hər tərəfinə çək. Balığı ən azı 3 saat gözlə. Soğanı xırda-xırda doğra. Bax belə olsun. Yaxşıca sıxmaq lazımdır. Çalış bərk pomidor alasan. Ancaq kənar hissələrini doğra. Duz, istiot, nanə, giləmərzə və alça turşusu vur, yaxşıca qarışdır. Hazır olan ləvəngini yığ balığın içinə. Topuş balığı qoy 200 dərəcədə bişsin. Hazırlayan hər kəsə nuş olsun. Bu cür videoların davamı üçün takipdə qal.